Mehriban və bağışlayan Allahın adıyla. Peyğəmbər salavatullah buyurur, Şaban şəhri və Ramazan şəhrullah. Fəmən samə yevmən min şəhri kuntu şəfi'an ləhu yevməl qiyamə. Buyurur, Şaban ayı mənim ayımdır, Ramazan ayı Allahın ayıdır. Hər kəs mənim ayımda bir gün oruc olarsa, qiyamət günü mən ona şəfaətçi olaram. Bu ay Peyğəmbərə nisbəti verilən aydır. Şaban ayında tövsiyə olunan bir neçə əməl var. Onların ən birincisi oruc olmaqdır. Əgər qəza orucumuz varsa, bu ayda tutduğumuz orucları qəza niyyəti ilə, əgər qəza orucumuz yoxdursa, elə Şaban ayının niyyəti ilə oruclarımızı tutaq. Və bu ayda tövsiyə olunan əməllərdən biri də Allah yolunda sədəqə verməkdir. Yoxsula, imkansıza, ehtiyaclı, az təminatlı ailələrə bacardığımız qədəri əl tutmağımız tövsiyə olunur. Və Şaban ayına belə bir yanaşma ediblər ki, bildiyimiz kimi Şaban ayı Rəcəb ayı ilə Ramazan ayı arasında bir körpüdür. Rəcəb ayı toxumun əkilməsidir. Şaban ayı toxumun becərilməsi və mübarək Ramazan ayı isə dərim ayıdır, yığım ayıdır. Əgər biz o toxuma bu ayda, yəni mənəvi əməllərimizə bu ayda necə qulluq etmiş olsaq, yəni mübarək Şaban ayını hansı mənəvi ab-havada keçirmiş olsaq, bu bilavasitə mübarək Ramazan ayında tutduğumuz oruca, qıldığımız namaza, edəcəyimiz duaya bilavasitə təsir edəcək. Ona görə Şaban ayı bir körpüdür. Çalışağın bu ayda gözəl əməllər edək. İlk öncə oruc olmaq, sonra Allah yolunda sədəqə vermək və bir də bu ayda ən çox tövsiyə olunan əməllərdən biri də salavat zikr etmək. Həmd olsun hər birimiz bilirik, yol gedərkən, iş görərkən, yatmazdan öncə, istənilən bir halda çalış salavatı çox qeyd elə. Və son olaraq ən çox tövsiyə olunan əməllərdən biri də istiğfar. Əstəğfirullahə və əsəluhu tövbə. Allahım, günahımı etiraf edirəm, tövbəmi məndən qəbul et. Bu 4 əmələ biz diqqət etsək, bu ay biz daha mənəviyyatlı, daha zəngin keçirmiş olarıq. Allahım, mübarək Şaban ayında etdiyimiz bütün duaları və tutduğumuz orucları, qəlbimizin dərinliyindən gələn bütün hacət və mətləblərimizi bizdən qəbul etginən. Allahım, bizi mübarək Şaban ayının savab və fəzilətlərindən binəsib etmə. Bizi mübarək Ramazan ayına qovuşanlardan qərar ver. Amin. Ya Rəbbəl aləmin.